Salam uşaqlar, 2021-ci il 1-ci qrup DİM-in keçirdiyi sınavın 2 fənn üzrə suallarına baxaq. Deməli, normal şəraitdə hər 3 qabda CO əlavə etsək, hansı qabda sıxlıq dəyişər? Yadınızdadır, bu maddə miqdarı mol dərsində bundan danışırıq. Bax uşaqlar, kütlə ilə uyğunlaşdıracaq fikir verək. Azotun kütləsi 28, oksigenin kütləsi 32, metanın kütləsi 16. CO-nun öz kütləsi nə qədərdir? 28. Əgər biz CO-nu bura əlavə eləsək, yəni 28-i 28-ə əlavə eləsək, orta molekyül kütləni hesablasaq, 28 üzərinə gəlsin 28 bölünsün 2 yenə eləyəcək 28. Yəni birinci bu sualda orta molekyül kütlə dəyişməz və yaxud da qabın sıxlığı dəyişməz. Ona görə biri götürə bilməliyik. Cavab olacaq 2 ilə 3 Y variantı. Məsələn, birini hesablayaq. Tutaq ki, oksigen olan qaba əlavə elədik. 1 mol oksigen var, tutaq ki, əlavə eləmişik 1 mol CO. Bölürük 2-yə. İndi orada bir dənə hesablayaq. 60 bölünsün 2 elədi 30. Qabın kütləsi nədir uşaqlar? Azaldı. Əvvəlcə 32 idi, indi isə oldu 30. Orta molekyül kütlə azaldı. Yəni sözsüz ki, eynidirsə dəyişməz, amma müxtəlif olduqda dəyişəcək. Aydındır ki, 28-i bura əlavə edirsə orta molekyül kütlə azalır, bura əlavə edirsə orta molekyül kütlə artır. Ona görə birinci sualda cavab Y variantı. Davam edirik ikinci sualdan. Hansı karbohidrogen molekulunda cəmi 40 elektron var? Gəlin hər birini hesablayaq. Məsələn, C2H4-ü hesablasaq, C2H4-ə gəlin bir dənə baxaq. Karbon 6, hidrogen 1, 12 üzərinə gəlsin 4. Buradan nə qədər edir yoldaşlar? Deməli, 16 elektron. Deməli, burada yoxdur. 40 deyil. Yəqin ki, bu olacaq. Bir dənə baxaq. C5H10, C5H10. Karbon burada 6, 6 dəfə 5, 30. Üzərinə gəlsin hidrogen 10, elədi 40. Elə bəli, sualın düzgün cavab elədi 62-də C variantı. Keçək 63-cü suala. Bizə verilib duz, alüminium sulfat, alüminium 2SO4 3 dəfə. Deməli, molekulda kovalent rabitələrin sayı və molekulda ion rabitələrin sayını bizə verib. Yoldaşlar, biz burada birinci ümumi rabitələrin sayını hesablayarıq. Ümumi rabitələrin sayı necə hesablanır? Ümumi rabitələrin sayı oksigenin valentliyi vurulsun oksigen atomlarının sayı. Yəni, burada ümumi 24 rabitə var. İndi ikinci ion rabitəni hesablayarıq. İon rabitə metalın valentliyi vurulsun metal atomunun sayı elədir 6. Kovalent rabitə isə ümumidən ionu çıxarıq. 24-dən 6-nı çıxırıq 18. Deməli, kovalent rabitələrin sayı 18-ə bərabərdir. İon rabitələrin sayı isə 6-ya bərabərdir. Bizdən də X-in Y olan nisbətini soruşur. Eləyəcək 3. Düzgün cavab A variantı. 1 mol alkadin, 1 mol hidrogenlə reaksiyası nəticəsində alınan birləşmə molekulunda karbon və hidrogen atomlarının kütlə nisbəti. Yoldaşlar, alkadinlərin ümumi formulu CnH2-2-dir. Bunun 1 mol hidrogenlə reaksiyasından alınacaq alken, yəni CnH2n. İndi bizdən nə deyir? Alınan birləşmə molekulunda karbon və hidrogen atomlarının kütlə nisbətləri. Baxaq, karbon 12n bölünsün hidrogen 2n. Burada n-lər gedər, o da eləyəcək 6-nın 1-ə. Sualın düzgün cavabı eləyəcək 64-də C variantı. Davam eləyək 65-ci sualdan. Asetilin və benzol üçün ümumi olan nədir? Asetilin ümumi formulu C2H2, benzolun isə ümumi formulu deməli C6H6. İndi gəl baxaq. Karbon atomlarının oksidaşma dərəcəsi. Hidrogen müsbət, karbona qalır mənfi, hidrogen müsbət, karbona qalır mənfi. Bəli, biri götürə bilərik. Bir hər ikisi üçün ümumidir. Molekulunda orbitalların ümumi sayı ola bilməz. Çünki asetilində 2 karbon, ikisi də sp hibrid vəziyyətindədir. Yəni 2 dənə sp hibrid orbital, ümumilikdə 4 hibrid orbital var. Amma burada benzolda olan bütün karbon atomları sp2 hibrid vəziyyətdəndir. Yəni ona görə benzolda 18 sp2 hibrid orbital var. Bu ola bilməz. Karbon atomların hibrid vəziyyəti də ola bilməz. Çünki benzolda bütün karbon atomları dedik ki sp2-dir. Asetilində isə 2 dənə karbon var, ikisi də sp vəziyyətdədir. Ona görə hər ikisi üçün ortaq olan 65-də eləyəcək Y variantı. 66-cı suala baxaq. Hansı alkanın izomeri yoxdur? Metanın, etanın, propanın. Çünki bunların quruluşunu necə dəyişə bilərik? Metan, etan, propan. Burada da cavabda var etan. Etan nədir yoldaşlar? CH3, CH3. Bir də məntiqlə düşünün. Mən bunun quruluş formunu başqa cür necə yaza bilərəm? Təbii ki, yaza bilmərəm. Deməli, bunun izomeri yoxdur. Gəlirik 67-ci sualdan. Deməli, CH3CO natrium sulfat turşusundan elə bir yoldaşlar, sirkə turşusu natrium duzuna sulfatla təsir göstərir. Alınan natrium sulfat üzərinə gəlsin sirkə turşusu. Yəni, alınan maddəmiz CH3COOH-dır, sirkə turşusu.
İndi baxaq görək bizə nələr verib. 1. Molekulunda 1 oksigen atomu var, səhvdir. Turşudur, 2 oksigen atomu var. Biri çıxdıq. 1 getdi, 1 getdi. Adi şəraitdə suda yaxşı həll olan mayedir. Bəli, sirkə turşusunun xassəsidir. Molekulunda karbon atomları 2 qat rabitələrlə birləşir. Yoldaşlar, səhvdir. Çünki bax, fikir ver, CH3, COOH 1 qat rabitədir. Ona görə 3-ü də çıxırıq, ona görə 3 də getdi. 3 də getdi, yəqin qalır, cavab D variantı. Natrium karbonatla reaksiya daxil olur. Bəli, çünki natrium karbonat natrium 2CO3-dür. Bunun üzərinə sulfat turşusu yox, sirkə turşusu. Natrium karbonatla reaksiya daxil olur. Sirkə turşusu gəlsə, bəli, sirkə turşusu bu reaksiyadan deməli karbon qazı ayrılacaq yoldaşlar. Karbon qazını təyin etmək üçün istifadə olunur. Bu reaksiya gedəcək 2 ilə 4. Ona görə sualın düzgün cavabı mislə reaksiya daxil olur, səhvdir, mislə reaksiyaya daxil olmur. 67-də cavab D variantı. Davam eləyək 68-ci sualdan. Hansı turşular turş düz əmələ gətirir? Cavab çox əsaslı turşular. Yəni 2 əsaslı turşular, 3 əsaslı turşular, məsələn 4 əsaslı da ola bilər. İndi baxaq, metafosfat 1 əsaslı turşudur, ona görə bunu çıxırıq. Sonra bu propan turşusudur. Propan turşusu da bir əsaslı turşudur. Sulfat turşusunun ortofosfat turşusu turş düz əmələ gətirə bilər. Sualın düzgün cavabı 1 ilə 4. 68-də cavabımız D variantı. Baxaq yoldaşlar 69-cu suala. Reaksiya tam daxil olarsa duzun ismi molekul kütləsini və hesabını. Yoldaşlar 1 mol ortofosfata 2 mol kalium OH. Bu 2 mol kalium OH-ın H3PO4-lə. Baxın, burada 2 dənə OH var, 2 dənə H ilə birləşir, verir 2 molekula su. Yerdə nə qalır? Kalium H2, yox, kalium H2 yox, kalium 2 HPO4. Çünki kalium 2 dənədir. Kalium 2 HPO4. Kalium hidroortofosfat olur və onun kütləsini hesablamaq, yəni buradakı rəqəmlərə uyğun hesablayırıq. Kalium hidroortofosfat cavabımız ya B ola bilər, kalium hidroortofosfat cavabımız ya C ola bilər. Mən bunu şifa hesablamışıq artıq deyə bilər. 174, yəni 2 vurulsun 39, üzərinə gəlsin 1, üzərinə 31, üzərinə 64, eləyəcək 174. Bu da bu. Cavab 69-da eləyəcək B variantı. Bir də baxım, ekran kaydı gedirmi? Bəli, ekran kaydı gedir. Baxaq uşaqlar 70-ci suala. Məhsulun çıxını 100% olarsa, hansı maddə və neçə mol artıq qalar? Baxaq yoldaşlar, SO2 üzərinə gəlsin O2 reaksiyasıdır. Yəni, buradan alınacaq SO3, 2 mol oksigen bura, 2 mol 2 buraya yazırıq, 2 buraya yazırıq. Vanadium 2O5 katalizat iştirakında reaksiya gedir. İndi yoldaşlar, başlanğıcda 6 mol SO2-dir, 5 mol da oksigendir. Bax uşaqlar, başlanğıcda 6 bundandır, 5 bundandır və bir dənə fikir verək, bunlar 2-nin 1-ə reaksiya daxil olur. Əgər, bax, 2-nin 1-ə reaksiya daxil olursa, mən oksigeni tam sərf eləsəm, mənə 10 mol SO2 lazım olar. Amma mənim əlimdə 10 mol SO2 yoxdur, cəmi cümlətanda 6 mol SO2 var. Ona görə oksigen tam reaksiya daxil ola bilməz. Amma gətirib SO2-ni tam reaksiya aparsam, SO2-nin 6 molun hamısına 3 mol oksigen sərf olunar. Oksigen də başlanğıcda 5 moldur. Əgər bunun 3-ü reaksiya daxil olursa, 2 mol oksigendən artıq qalır. Sualın düzgün cavabı 70-də eləyəcək Y variantı. Davam edirik 71-ci sualdan. 4 qram kükürdün tam yanması zamanı bu qədər reaksiyanın termokimyəvi təmini göstərir. Yazırıq kükürt, üzərinə gəlsin oksigen, alınır SO2, üzərinə gəlsin bir Q. Heç bir əmsal da yoxdur. 4 qram kükürdün yanması zamanı verib 36 kilojol istilik ayrılırsa, kükürdün özünə qədərdir 32. 32-yə də reaksiya görə bir Q. Q da buradan bərabərdir 8-ə vurub. Alt və 8, 48, 4 yadda, 18, 228, 36-nı 8-ə vursaq, alt və 8, 48, 4 yadda, 24, 288, 288. O da baxırıq, bir dənə D variantında özünü göstərir. Demək, Q-nün cavabı da 288-ə bərabərdir. 71-də eləyəcək düzgün cavab D variantı. İndi gəlin baxaq 72-ci suala görə 72-də nə verib? Deməli, halogen X, Y, Z halogendir, yəni halogenlərin bir-birini sıxışdırıb çıxartması. Bax, halogenlərimiz flordur, xlordur, bromdur, yoddur. Bax, fikir verək, burada deyir ki, Y adi şəraitdə mayedir. Gəlin baxaq, flor qaz, xlor qaz, brom maye, yod isə adi şəraitdə bərk aqreqat halındadır. İndi deməli biz buradan tapırıq ki, X əgər maye aqreqat halındadırsa, X deməli bromdur. Onda bu olacaq natrium brom,
natrium brom. Yoldaşlar, natrium bromu nə sıxışdırıb çıxarda bilər? Bunun üzərinə nə əlavə eləyərik? Aydındır ki, xloru əlavə eləyərik ki, buradan alınır natrium xlor. Natrium xlor da nə sıxışdırıb çıxardar? Ancaq flor sıxışdırıb çıxardar. Burada alınacaq natrium flor. Onda Z olur flor, X-i tapdıq bromdur. X-i tapdıq bromdur, Z olur flor, Y də olur xlor. Y də olur xlor. Yəni bunların bir-birini sıxışdırıb çıxarmasına görə yuxarıda duran halogen özündən sonraki halogeni oksigensiz duzunun tərkibindən sıxışdırıb çıxarda bilər. İndi deyir, buna görə hansı ifadələr doğrudur? Biri Z plus su, Z nədir? Flor. Baxaq, Z plus su, flor üzərinə gəlsin su. Yoldaşlar, bu reaksiyadan alınır, bəli, H flor üzərinə gəlsin oksigen, HZ üzərinə gəlsin oksigen. Bir doğrudur. Y plus oksigen, Y nədir? Xlor üzərinə gəlsin oksigen. Yoldaşlar, xlor oksigenlə reaksiya daxil ola bilməz. Ona görə 2-ni buradan çıxırıq. 2 getdi, 2 getdi, 2 getdi. 1 olan cavab C variantı. 3-ə baxaq. Y xlor, yoldaşlar, bilirik ki, dəmir xlorla adi şərait, yəni adi şəraiti demək birbaşa. Dəmir xlor 3-ü verir, fikir ver, ferin Y3. Ona görə 1 ilə 3 sualın düzgün cavabı. Görürsünüz, danışdığımız hər bir şey qəbulda bizim qabağımıza çıxır. Gəlir 73-cü sualı, maraqlı bir sual oxşuyur. A və B maddələri arasında gedən reaksiya təhlilinə əsasən yazırıq. A maddəsi üzərinə gəlsin, B maddəsi alınır, A, X, B, Y. Deməli, X mol bu reaksiya daxil olur, Y mol da bu reaksiya daxil olur. Qrafikinə əsasən X, B, Y birləşməsində X plus Y cəmini hesablayıb. Aha, olsun. Baxaq yoldaşlar, A-dan nə qədər reaksiya daxil olur? A 100-dən başlayıb 88-də dayanır. Deməli, A-dan reaksiya daxil olan 100-dən 88-i çıxırıq, 12 qram A-dan reaksiya daxil olur. Bir dənə B-yə baxaq, 100-dən başlayıb neçədə dayanıb? 36-da dayanıb. 100-dən 36-nı çıxırıq, 54. 54 qramda deməli B-dən reaksiya daxil olub. İndi yoldaşlar, 54 mi eləyir? 100-dən 36-nı çıxdıqda 64. 64 qramda B-dən reaksiya daxil olub. İndi yoldaşlar, fikir verək, A-nın öz kütləsinə qədərdir? 12. Bunu böl 12-yə, elədi 1. Deməli, X bərabərdir 1-ə. Bunun kütləsinə qədərdir 32. Bunu da böl 32-yə. Böl 32-yə neçə eləyəcək? Elədi 2. Deməli, Y də bərabərdir 2. X plus Y cavab eləyəcək 3. Sualın düzgün cavabı 73-də eləyəcək Y variantı. Bu tip suallardan da dərs vaxtı çox işləmişik. Çox deyəndə 3 dənə sual işləmişik bu sualdan. Gəlirik 74-cü suala baxaq. Görürsünüz, 2020-də də var idi bu. 2021-də də var. Kalsium ortofosfatın üzərinə gəlirik silisium O2, üzərinə gəlsin karbon. Ağ fosforun alma reaksiyası da alınır. Kalsium silisium O3, üzərinə gəlsin P4, üzərinə gəlsin CO. Fosfor 4-dür, bura 1, 2 yazdıq. Kalsium 6-dır, bura 1, 6 yazdıq. Silisium 6-dır, bura 1, 6 yazdıq. 18, burada gəlir, düşür 10. Mol sayı ən çox X-dir. Ən çox deməli onda X budur. Sonra Y, deməli Y budur. Sonra da gəlir Z, deməli Z də budur. İndi baxaq, Y fosfordur. Y səhvdir, kalsium silisium O3-dür. Z kalsium metasilikatdır, səhvdir, ağ fosfordur. X karbon monoksiddir, bəli. Deməli, yalnız 3, sualın düzgün cavabı 74-də eləyəcək. Nə variantdır bu? Bəli, D variantı. Davam eləyək 75-ci sualın ekran kaydına da bir dən baxın. 75-ci sual. Bərabər kütlədə götürülmüş azot və hidrogen reaksiyası. Yazıram N2 üzərinə gəlsin H2 alınır NH3. Yoldaşlar, reaksiya yazdıqdan sonra hökmən əmsallaşdırmaq lazımdır. Bərabər kütlə deyib, gəlin bir dənə bunların öz kütləsinə baxaq. Məsələn, bunun öz kütləsi 28 qramdır, bunun öz kütləsi 6 qramdır. Hər ikisini biz bunları 28 qram götürsək, bir dənə fikir verək, hər ikisini 28 götürsək, deməli, azotdan qalmaz, hamısı reaksiya daxil olar. Amma hidrogendən 28-dən 6-sını çıxaran 22 qram hidrogendən artıq qalar. İndi deyir ki, tam reaksiyadan sonra 44 qram qaz reaksiya daxil olmamışsa, yəni artıq qalmışsa, neçə litr amonyak? Bax, 44 qrama x litr amonyakdırsa, reaksiyanın özünə görə 22 qram artıq qalıb. 22 qram artıq qalan zaman nə qədər amonyak alınır? 2 vurulsun 22,4 litr, yəni 44,8. Buradan da x bərabərdir 2-yə vurub 89,6 eləyəcək. Sualın düzgün cavabı 75-də eləyəcək Y variantı. Davam eləyək 76-cı sualından. Görək burada nə verib bizə? Qaz qarışığı verib. Deməli,
CO və SO2. Yəni 5 dəqiqə gözləyim. Yaxşı uşaqlar, davam elə 76-cı sualına. Deməli, nə verib bizə? Qaz qarışığının həcmi, qarışıqda reaksiya daxil olan kalium hidroksidin minimal kütləsi, maksimal kütləsi. Yəni turş, duz və yaxud da normal duz. Yoldaşlar, kalium hidroksid minimal halda karbon qazı ilə birin-birə reaksiya daxil olar. O cümlədə kalium hidroksidi minimal halda SO2 ilə yenə birin-birə reaksiya daxil olar. İkisi bir yerdə gəlmə olunan işlə nə qədərdir? 2 mol. 2 mola nə qədər sərf olunur elə? Deməli, bizdən 2 mol kütləni soruşacaq, onda kütlə ilə işləyək. 2 vurulsun 56-ya nə qədər sərf olunur? 2 mol sərf olunursa, bu ikisi bir yerdə. Bu 5.6 litr neçə mol deməkdir? 0,25 mol deməkdir. Yazıram 0,25 mola görək neçə qram minimal halda kalium hidroksid lazım olar. Deməli, 112-ni vururam 0,25-ə, bölürəm 2-yə. Burada elədi minimal halda deməli bizə lazımdır 14 qram. Maksimal halda deyirsə deməli bura 2 mol kalium hidroksid daxil olacaq. Bu zaman normal duz əmələ gələcək. Həm karbonatın normal duzu, həm sulfitin normal duzu. İndi baxaq. Ümumilikdə nə qədərdir? 4 mol kalium hidroksid. Yəni 4 vurulsun 56-ya ümumilikdə nə qədərdir? Yəni 2 mol sərf olunursa, bizə tapdıq ki, bu nə qədərdir? 0,25. 0,25 moluna maksimal halda da verib bir Y. Buradan Y hesablasaq, Y bərabərdir 4 vurulsun 56 vurulsun 0,25 bölünsün 2. O da elədi 28. X san Y cəmi 28-in üzərinə 12 bir yada 42. Sualın düzgün cavabı eləyəcək 76-da A variantı. Davam eləyək. Reduksiya olunan xlor atomların ümumi neçə faizini təşkil edir? Gəlin baxaq. Deməli, yazıram kalium xlor O3 parçalanır, alınır kalium xlor O4-ə, üzərinə gəlsin kalium xlora. İndi baxaq yoldaşlar, necə əmsallaşdıraq? Və kalium xlora bir neçə yazaq? Oksigenə görə gəl xlorla gedək. Deməli, mənfi 2, bu elədi müsbət 5, bu elədi müsbət 7, bu da elədi mənfi 1. Xlor müsbət 5-dən, xlor gəldi müsbət 7-yə, minus 2 elektron. Xlor müsbət 5-dən, xlor gəldi mənfiyə, üzərinə gəlsin. Deməli, neçə elektron? 6 elektron eləyir. 6 elektron, deməli 4, 3, 2, 1, 0, bəli, 6 elektron. Elədi 2, 6, 6, 2, 3, 1. Deməli, 3 olur 7-yə gələn, bura bir 3 düşür, bura bir 1 düşür. Ümumi elədi 4. İndi baxaq, oksigen 12, deməli, oksigen 12, bəli, düzəldir. İndi yoldaşlar, fikir verək, bu xlor atomu, deməli, bu xlor atomu nədir? Reduksiya edici. Çünki elektron reduksiya edici artıq bu olur oksidləşir. Yəni oksidləşmə məhsulu, bu isə reduksiya olunandır. Reduksiya olunur. Bizdən də soruşur ki, xlor atomunun reduksiya olunan, yəni bir dənəsi reduksiya olunur. 1 bölünsün, ümumi xlor atomu nə qədərdir? 4 dənə. 4 vurulsun 100, o da eləyəcək 25%. Sualın düzgün cavabı 77-də eləyəcək A variantı. Hansı reaksiya məhsulu doğru göstərilməyib? A variantı doğrudur. Alüminium xrom köçünə reaksiya daxil olur. B variantı yoldaşlar, C variantı yanlışdır. Elə şifahi görürük. Heç vaxt qatı sulfat metallarla reaksiya daxil oldu, hidrogen ayırmır. Bu duru sulfatın xassəsidir. Ona görə C variantı yanlışdır. Keçir 79-cu sualda. Suda tam həll olur. 1 litr suda. Yoldaşlar, çöküntüyə baxırıq. Barium sulfat çöküntüdür, həll olmaz. Deməli, kalium sulfat həll olur, dəmir sulfat həll olur. 1 ilə 3 sualın düzgün cavabı 79-da eləyəcək Y variantı. Gələk 80-ci suala. Cihazda hansı maddələr olduqda lampanın közərməsi baş verməz? Deməli, yoldaşlar, bərk halda, yəni kalium hidroksid bərk halda elektrik cərəyanı necə keçirsin? Yəni, lampa nə zaman közər? Elektrik cərəyanı keçdikdə. Kalium hidroksidin əmcisi elektrik cərəyanı keçirir, suda məhlul elektrik cərəyanı keçirir. Amma maddə bərk halda elektrik cərəyanı keçirmir. Ona görə sualın düzgün cavabı yalnız 3 eləyəcək. 80-də cavab D variantı. İkili spirtləri göstərin. OH-ın birləşik karbonun, hər hansı bir karbona birləşən 2 dənə qolu varsa, deməli o ikili spirtdir. Elə biri birdir. Niyə? Bax, OH-ın birləşik karbonun tutaq ki, bu CH2, CH3-dür. Fikir verək,
Burada 1 qol. O cümlədən bu da. Tutaq ki, CH2, CH3 burada da 1 qol. Deməli, bu olur ikili spirt. Biri 1-dir. Ona görə bu deyil. Bu deyil, bu deyil. 2 ilə 4-ə baxaq. 2, bu üçlü spirt yoldaşlar. OH-ın birləşik karbonun hər hansı karbona birləşən 3 dənə qol var. Ona görə 2-ni götürə bilmərik. Yəqin cavab qalır 81-də C variantı. Gəl 4-ə baxaq. OH-ın birləşik karbonun hər hansı karbona birləşən 2 qol var. Deməli, ikili spirtdir. Cavab 81-də eləyəcək C variantı. Gələk 82-ci suala. Hansı reaksiyadan alınan qazı hər iki üsulla toplamaq olar? Gəlin baxaq. Bu hansı reaksiyadan alınan qazı? Deməli, hansı reaksiyadan alınan qazı hər iki üsulla, bu suyu sıxışdırıb toplama üsuludur. Bu da sınaq şüşəsinin aşağı, ağzı yuxarı toplamaqdır. Yəqin ki, oksigen qazı. Hansı reaksiyadan oksigen qazı alınar? B variantı. Kalium permanqanatı parçalamasından kalium 2 manqan O4, üzərinə gəlsin oksigen, üzərinə gəlsin manqan O2. Bəli, cavab oksigen. Çünki oksigen suyu sıxışdırıb çıxarmaqla da toplamaq olar. Oksigen qazını sınaq şüşəsinin ağzı yuxarı toplamaqla da toplamaq olar. Cavab B variantı. Gəlir 82-ci suala. X qram 50% məhluldur. Bura su əlavə eləmişik. Məhlullar gözəl bir məsələdir. Baxaq. X qram 50% məhlul. Bura su əlavə edildikdən sonra 250 qram 20% məhlul olur. Yoldaşlar, var 250 qram 20% məhlul nə deməkdir? Vururuq 100-ə, vururuq 20-yə bölü 100-ə. Burada 1, burada qalır 5. 50 qram. Deməli, bu məhlulda 50 qram həll olan maddə var. Əgər bu məhlulda 50 qram həll olan maddə varsa, 200 qramda deməli nə var? 200 qramda su var. Elə 200 qramda su var. İndi 200 qramda su var. Deməli, onda amma burada müəyyən qədər su əlavə eləyirik və əvvəlki məhlulda da yoldaşlar x vurulsun 50 bölünsün 100 bərabərdir. X vurulsun 50 bölünsün 100 vurulsun 100 bərabər, görüm nə deyirəm mən, x qram 50%, bəli, x vurulsun 50 bölünsün 100 nə qədər edir uşaqlar? Deməli, bununla bu gedir 0,5x. Deməli, başlanğıc məhlulda 0,5x həll olan var imiş, 0,5x-da həll edici var imiş. Yoldaşlar, birinci məhluldan ikinci məhlula keçən zaman yalnız suyun kütləsi artır, həll olan kütləsi dəyişmir. Ona görə deməli, birinci məhlulda nə qədər həll olan maddə var imişsə, ikinci məhlulda da o qədər həll olan maddə olur. Fikir verək, həll olan 50-dir, həll olan 0,5-dir. 0,5x bərabərdir 50-yə, hər tərəfi 100-ə vururam, x bərabərdir deməli, həll olanı nə qədərdir? 50, hər tərəfi 10-a vursan 5, 100 qram həll olan maddə var imiş. Və birincidə həmin həll olan maddə ümumi 50% təşkil edirsə, deməli, bizim başlanğıc məhlulumuz 200 qram imiş. Deməli, bizim başlanğıc məhlulda, yox, x-i tapmışıq. Yoldaşlar, biz elə x-i tapmışıq da, biz elə x-i tapmışıq. Bu həll edici, elə x-i tapmışıq. Cavab eləyəcək 100. Deməli, bizim başlanğıc məhlulda 100 qram 50% məhlulumuz var imiş. 84-cü suala baxaq. Qapalı qabda bu qədər dəmir 2O3 reaksiyası qızardılmış və tamamilə reduksiya olmuşdur. Yazırıq, dəmir 3O4 üzərinə gəlsin CO. Tamamilə reduksiya deyirsə, dəmir üzərinə gəlsin karbon qazı. Dəmir 3-dür, bura bir 3 yazdıq. Oksigen 4-dür, bura bir 2 yazdıq. İndi amma oksigen düzənməyəcək yox. Çünki deməli, bir dən baxaq, karbona 2 yazsaq, oksigen olur 6. Onda bura bir 3 yazacağıq. Onda bura gələk bir 3 yazaq. Oksigen onda olur 7. Gəlin bir dən baxaq bu reaksiya. Deməli, dəmir 3O4 üzərinə gəlsin CO. Bu reaksiyadan alınır, dəmir üzərinə gəlsin karbon qazı. Gəl bir dən bura bir 4 yazaq. Əgər bura bir 4 yazsaq, bura olur bir 4. Karbonu bərabərləşdiririk. Oksigen neçə oldu? 8. Oksigen 8, burada onda bir 3 düşür. Baxaq görək düzəldimi? Dəmir 3, dəmir 3, oksigen 8, oksigen 8, karbon 4, bəli. 116 qram dəmir 3O4 neçə oldu? 1 molu 232 qramdırsa, 116 qramı x 0,5 edir elə. 116-nı bölürsən 232, bəli, 0,5. Deməli, başlanğıcda 0,5 mol bundan var imiş, 8 mol da CO-dan var imiş. Qızdırılmış və dəmir tamamilə reduksiya olmuşdur. Reaksiyadan sonra qaz qarşında karbon qazının
Deməli yoldaşlar, qaz qarşılığında karbon qazının həcm payı deməli burada CO-dan müəyyən qədər artıq qalır. Əgər bunun birindən 4'ü tam reaksiya daxil olursa, yoldaşlar bunu deməli tamamilə sərf olunan budur. 0.5 ilə nə qədər sərf olunacaq? Yarısı. 2 molu sərf olunacaq. 2 mol sərf olunur. CO da 8 moldur. 2 mol sərf olursa, deməli 6 mol CO-dan qalır. İndi bunun 1 molundan 4 mol əmələ gəlirsə, 0.5 molundan nə qədər əmələ gəlir? 1 molundan 4 mol, 0.5 molundan da 2 mol karbon qazı əmələ gəlir. 2 mol karbon qazı əmələ gəlir. Bizdən də reaksiyadan sonra qaz qarşısında karbon qazının həcm payını 2 mol karbon qazı bölünsün 2 plus 6 vurulsun 100%, o da eləyəcək 2 bölünsün 8, yəni 4'də 1, o da eləyəcək 25%. 84'də sualın düzgün cavabı eləyir 25%. Gələk 85-ci suala. Aha, bu 85-ci sual 2021-ci sınavına düşüb, 2026-cı ildə də birinci qrup, birinci cəhdə düşdü. Tarazlığı deyir HCO, yəni bu istiqaməti yönəltmək üçün qarşıqa turşusunu çıxartsaq, yoldaşlar qarşıqa turşusunu çıxartsaq azalma solda olacaq. Onda tarazı sola doğru yönələr. Bir olmaz. Elə eyni bu cür düşüb metanol əlavə etsək, bəli, azalma burada olacaq. İkini götürmək olar. Efiri çıxartsaq azalma sağda olacaq, götürmək olar. Su əlavə etdikdə azalma sol tərəfdə olacaq. Onda tarazı sola doğru yönələr. Ona görə sualın düzgün cavabı eləyəcək 2 ilə 3. Elə orada cavabda da 2 ilə 3 idi. Gəlirik 86-cı suala. 2 mol nitratın parçalanması neçə litr alınır? Baxaq. NH4 NO3-ün parçalanma tənini yazırıq. Biz bir bu reaksiyadan alınır 2 mol su, üzərinə gəlsin N2O. İndi 2 molundan neçə litr? 1 molundan əgər 22,4 litrdirsə, aydındır ki 2 molundan isə 44,8 litr olar. Sualın düzgün cavabı eləyəcək 44,8 litr. 86-cı sualda. 87-ci suala baxaq. Nəyə görə nisbi sıxlıqdır? H2 və s. Gəl, birinci SH4. SH4-ün kütləsi 24, 28-dir. İkinci C3H4 36, 40-dır. C4H10 deməli neçə edir? 48, 58-dir. Hidrogenə görə bunu 2-yə bölərik, 14. Helyuma görə, metana görə, hidrogenə görə, hər birinə görə hesablayaq. Hidrogenə görə, helyuma görə və metana görə. Hidrogenə görə 14, helyuma görə 4-ə bölərik 7, metana görə 28 bölünsün 16, o da düzgün cavab gəlmir. Hidrogenə görə 2-yə bölərik 20, helyuma görə 4-ə bölərik 10, metan 16-ya bölərik düzgün cavab gəlməz. Hidrogenə görə 29, helyuma görə 58, 4-ə bölünürmü? 58-i böl 4-ə. 14, onda 5. Metana görə 58, 16-ya bölünürmü? Eləyəcək 3,5. İndi gəl variantlara baxaq. Deməli, hidrogenə görə 29 olan 3-ə gəldi. 3-ə gəldi A. Sonra hidrogenə görə 14 olan 1-ə gəldi. 1-ə gəldi B. Sonra C-yə baxaq. Metana görə 2. Metana görə 2. Bu heç birinə aid deyil. Metana görə fikir və 2 olan yoxdur. Helyuma görə 7. 1-ə gəldi. 1-ə gəlir D. Helyuma görə 10, 2-yə gəlir Y. D, B, D, 2-yə Y, 3-ə də A. C də heç birinə aid deyil. Bu situasiyanı yazaqmı ki, bilmirəm, çünki yoxdur. Amma belə şifahi baxanda artıq bilirik ki, bu kalsium karbidin su ilə reaksiyasıdır. Bu reaksiyanı alınır. Niyə yazaq sual verelim? Çünki artıq situasiya yoxdur da şeydə, birinci qruplarda situasiyalar yoxdur. Reaksiyamız budur. X maddəsinin formulu, X maddəsi formulu və adı C2H2, adı asetilendir. Amma alkin olduğuna görə buna etin də demək olar. Etin də yazmaq olar. İndi baxarsınız da. Yəni, əməl gəlmə reaksiyası təmliyi falan filan. Sonra nəsə verir. Təcrübə başlandıqdan bir müddət sonra onu amonyak məhlulundan keçirirlər. Yoldaşlar, asetilen amonyak məhlulundan reaksiyasına nə alınır?
CH asetilen bu formada yazaq. Buna gümüş bir oksidin amonyak məhluluna təsir etsə bu reaksiyada nə alınacaq? Alınacaq gümüş, C3 qat rabitə C gümüş, üzərinə gəlsin H2O. Alınan bax bu maddədir, çöküntüdür, yadınızdadır. Gümüş bir asetilenid. Gümüş bir asetilenid. Bax bu da bu. Belə yoldaşlar, bu məsələni də özünüz birinci tənliyə görə yazıb həll edə bilərsiniz.